Salam. Bugünkü dərsimiz çox ədlərin vurğulara ayırmasından bağlıdır. Gəlin baxaq görək. Deməli, birinci qayda çox rahatdır. Ortaq olanı önə çıxarıram. Amma ortaqlardan hansını, kiçiyini önə çıxarıram. 9 A ilə A-nın kubundan ortaq nə görürəm? A-nı. A-nı önə çıxarıram. Qalır 9-un özü. Buradan bir dənə A-nı çıxarıram, qalır A-nın kvadratı. 9 3-ün kvadratıdır. Uşaqlar, 3-ün kvadratından A-nın kvadratını çıxanda müxtəsər vurma düsturudur. Bir dəfə çıxıram, bir dəfə toplayıram. A da öndə qalır. Buna deyilir vuruqlara ayırma. Yəni, uşaqlar, bir neçə mötərizə şəklində göstərmə. İndi ikinciyə baxaq. Dedik kiçiyi çıxarırıq. Sizcə n kiçikdir, yoxsa n çıx 3? Təbii ki, nəsə çıxanda daha kiçilir. Tutaq ki, 10 manatım var, 2 manat çıxılıb. Yəni, çıxanda daha kiçilir. Deməli, n-3-ü önə çıxarıram, uşaqlar. n-3-ü önə çıxarıram. Vuranda axı üstlər toplanır. n-3-ün üstünə nə gəlim ki, n eləsin? 3. Yəni, içəridə qalır 3. n-3-ü önə çıxardığım üçün qıraqda qalır 1. İndi a kub çıx b kub düsturundan. A çıx b, a kvadrat, üstə gəl ab, üstə gəl b kvadrat. Bilirsiniz də, uşaqlar, kubun düsturunu açarkən bir dənə balaca mötərizə açıram, bir dənə də böyük mötərizə açıram. Gəlin, açaq kub düsturunu. A kub çıx b kub bərabərdir. Bir dənə balaca, bir dənə böyük mötərizə. Burada alınır a çıx b. Burada da alınır a kvadrat. Üstə gəl ab, üstə gəl b kvadrat. İndi ikili cəmlər. İki dənə bir şey, müxtəsər vurma düsturunu yazmışam bura. Ayrı-ayrı cəmləri tapanda ümumi cəmin kvadratından 2AB-ni çıxıram. Məsələn, bu nəyin kvadratıdır? 2A-nın kvadratıdır. Bu nəyin kvadratıdır? B-nin kvadratının kvadratıdır. Ona görə ümumi kvadratdan 2 vur, bunların hasilini çıxıram. Bir daha baxın. X kvadrat çıx y kvadrat. Neynirdim? Bir dəfə çıxırdım, bir dəfə toplayırdım. Belə. Yəni, x-in kvadratından y-in kvadratını çıxanda yazıram ki, 4a kvadrat b kvadrat 2ab-nin kvadratıdır. Ona görə bir dəfə bu verilənləri çıxıram, bir dəfə də toplayıram. Oldu vuruqlara ayırma. Bəs 3 dənəli şəkildə veriləndə vuruqlara necə ayırıram? Diqqətli olun. Məsələn, belə bir şey verilir. 5x-in kvadratı çıx 7x üstə gəl 2. Gəlin, Word-də özümüz yazaq. 5x-in kvadratı çıx 7x üstə gəl 2. Üçlü bir şeyi vuruqlara ayıranda birinci ilə üçüncünü 5x-in kvadratını nə yazaram? 5x vur x yazaram. Olacaq 5x-in kvadratı. 2-ni nə yazaram? 2 vur 1 yazaram. Və yolun adı ona görə çarpaz yol, çarpaz üsul sayılır ki, görünür. Ona görə çarpaz adlanır ki, çarpaz vuranda 5x-i 1-ə vuranda 5x. 2-li x-a vuranda 2x. Toplayarkən 5x ilə 2x-i toplayın, 7x. Ortadakı alınmalıdır. Axı bizdə ortadakı mənfi 7x-dir. Deməli, nəyinsə qabağına mənfi atmalıyam. Gəlin 2-ni 2 vur 1 yox, mənfi 2 vur, mənfi 1 yazaq. Aha, indi vuraq. 5x-i mənfi 1-ə vuranda mənfi 5x. Mənfi 2-ni x-a vuranda mənfi 2x. Həqiqətən də mənfi 7x elədi. Demək ki, yan bayan gördüklərim nədir? Vuruqdur. Yəni, vuruğun biri 5x çıx 2-dir. Vuruğun o birisi x çıx 1-dir. Anladınız mı çarpaz yolla vuruqları ayırmanı? Başqa nümunə üstündə baxa bilərik. Məsələn, ikinciyə baxaq. Verib ki, 8x-in kvadratı çıx 15xy çıx 2y-in kvadratı. Birinci ilə sonuncunu uşaqlar. 8x-in kvadratını yazacağım 8x vur x. Həqiqətən 8x-i x-a vuranda 8-dən x-in kvadratı edir. 2y-in kvadratını yaza bilərəm. 2y vur y. Amma birinin qabağına mənfi yazmalıyam. Çünki mənfi 2y. Burada da uşaqlar mənfi 15 olduğuna görə mənfini yazıram böyüyün qabağına. İlk gəlin vuraq görək ortadakı alınırmı? Çarpaz vursam, axı yolun adı çarpaz üsul gedir. Ona görə çarpaz vurmalıyam. Çarpaz vursam, 8xy vursam 8xy.
Mənfi 2y x-a vursam, mənfi 2xy. Axı eləyir 6xy. Bizə eləməlidir, mənfi 15xy. Ortadakını almalıyam. Demək ki, alınmırsa yerin dəyişdirin. Uşaqlar, mənfi 2y aşağıda yazın. Y-i yuxarıda yazın. Baxın, indi alınacaq. 8x-i vururam mənfi 2y-ə. Eləyir mənfi 16xy. X-i y-ə vururam, eləyir xy. Həqiqətən də toplayanda neçə elədi? Mənfi 15xy. İnşallah ki, aydın görünür. Mən mesajlara baxa bilmirəm, çünki dərsdəyim. Alındı bu. Demək ki, yan bayan gördüklərimiz vuruqdur. Vuruğun biri 8x üstəgəl y-dir. Vuruğun o birisi x çıx 2y-dir. Yan bayan gördüklərimiz vuruqdur. Yəni, bu qədər sadə. Üçlü bir şeyi, vuruqları ayırarkən bu tərzdə ayırırıq. Sonra, yerin dəyişib necə qruplaşdırırıq? 4-cü qaydadan danışacağım. Deməli, görürəm ki, 4a-nın kvadratı 4a, bir də 1 verilib. İnşallah ki, böyük tərzdə görünür. Biraz böyüdə bilərəm. Belə böyüdə bilərəm. Yəni, a-ları 1 yazıram. Baxın, a-ları 1 yazdım. B-nin kvadratını da qıraqda yazıram. Mən demişəm, 1 yanındakinin dərəcəsini götürür. Burada kvadratdırsa, 1-in də üstünə kvadrat yazıram. Deməli, bu nədir? 2a çıx 1-in kvadrat düsturudur. 2a çıx 1-in kvadrat düsturundan 2b-nin kvadratını çıxıram. Bizə dedik ki, x kvadrat çıx y kvadrat nəyə bərabərdir? Bir dəfə çıxmağa, bir dəfə toplamağa bərabərdir. Ona görə 2a çıx 1-dən bir dəfə 2b-ni çıxıram. Bir dəfə də 2b-ni toplayıram. Bildiniz? Bir dəfə 2b-ni çıxıram. Bir dəfə də 2b-ni toplayıram. Belə. İndi danışaq budaqlı bölmədən. Diqqətli olsanız, bu bölməni tutsaz o qədər rahatdır. Yəni, budaqlı şəkildə bölməyi tutsaz. Baxın, görün. Dörd x-in kvadratı çıx 7xy çıx 36y-in kvadratı bölünsün x çıx 4y. Uşaqlar, bax, böyük bir çox ədlini vuruqlardan birinə bölüb, gözləyim bunu sola verim, hər dəfə çıxmasın. Uşaqlar, böyük bir çox ədlini vuruqlardan birinə böləndə təbii ki, o biri vuruq alınır da. Hasil qaydasıdır. Yəni, vuruqlardan birinə böləndə o birisi alınır. İndi gəlin, x çıx 4y-ə bölək. Bir də baxın, görün, problem yoxdur. Yazın. Oxuyun. Bir bölmənin çoxlu işləyin. Deməli, uşaqlar, budaqlı bölmənin bircə dənə qaydası var. Birincini birinciyə bölmək. 4x-in kvadratını x-a bölün. 4x-in kvadratını x-a böləndə, baxın, qıraqda göstərirəm. Böləndə üstlər çıxılır. 2-dən 1-i çıxanda x-in üstündə 1 qalır. Yəni 4x üstündə 1. Yəni 4x. Biz bilirik ki, bölmə olanda, məsələn, 216-nı gəlin 4-ə bölək, bölməni yadınıza salın. 21-i 4-ə bölürdüm 5. Geri vururdum, 5-i 4-ə vururdum 20. Burada qalırdı 1. 6-nı aşağı sürüşdürürdüm 16. 16-nı 4-ə bölürdüm 4 vur 4, 16. Bu qalıqda 0-ı alana qədər davam edirdim, elədir? Burada da eyni qayda ilə gedəcəm. İndi nə edirəm? Geri vururam. 4x-i x-a vururam, eləyir 4x-in kvadratı. 4x-i mənfi 4y-ə vururam, eləyir mənfi 16xy. Burada neynədik? Çıxdıq. Ona görə burada da çıxacam. Çıxanda eyni ifadələr ixtisar gedir. Mənfi 7xy, baxın yazıram bura. Çıx nə deməkdir? Üstəgəl. Üstəgəl 16xy. Biz də bilirik ki, 16xy-dən 7xy çıxanda 9 dənə xy qaldı. Qaldı burada 9xy. Burada neynədik? Altını aşağı sürüşdürmədik. Burada da bunu aşağı sürüşdürürəm. Mənfi 36y-in kvadratı. Bölmənin dedim bir dənə qaydası var da, birincini birinciyə bölürsünüz. Yəni, beyninizi qarışdırmayın. Bir dənə birincini birinciyə bölməyə çalışın. 9xy-i x-a bölürəm. Qıraqda bölün. 9xy-i x-a böləndə nə qalır? 9y. Müsbətlə. Ona görə müsbət 9y yazıram. İndi geri vururam. 9y-i x-a vuranda 9xy. 9y-i mənfi 4y-ə vuranda mənfi 36 y-dən olur 2 dənə. Eyni ədəddən eyni ədədi çıxanda, ifadəni çıxanda 0 qalır. Deməli, o biri vurğumuz nə imiş? 4x üstə gəl 9y. Diqqətli olsa sadədir. Sadəcə birincini birinciyə bölürük.
Əli kimdirsə təşəkkürlər. İnşallah ki, bildiyim Əlidir. Əli 2 nəfərsiz. Hələ axtarsam 3-4 dənə Əli şagirdim var. Bilmirəm hansınızsınız. Təşəkkürlər. Aha, 6-cı qayda. Hə, deməli uşaqlar, ifadəyə baxanda yazılıb 6-cını burada yazım. B üstü 3n 8 B üstü 2n bir də 16 B üstü n. Hə, hamısını nəyə gətirməliyəm? B üstü n-ə. Ümumiyyətlə ifadədə B üstü n, A üstü n falan görürsünüzsə, hamısını B üstü n-ə gətirməlisiniz. Bütün notebookun göründüyü hissə inşallah görünür. B üstü n-ə hamısını gətirməliyəm. Bunu yazacağım. B üstü n-in üstündə 3. Axı B üstü n-dən ifadə eləməliyəm. Üst-üstə dərəcələr də vurulur axı. B üstü 2n-i yazacağım. Yenə B üstü n. Hamısını mütləq şəkildə B üstü n-ə gətirməliyəm. Ona görə yazıram B üstü n üstündə 2. Bu da elə qalır 16 vurulsun B üstü n. Sizə nə keçmişdim? Uzaqdan baxanda eyni ifadələr görəndə o eyni ifadələrə nə deyim? T. Baxın, eyni ifadələr görürəm, T deyirəm. Yazıram t-nin kubu, üstə gəl 8 t-nin kvadratı, üstə gəl 16 dənə t. T'lər 3-ü də ortaqdırmı? T-nin birini çıxartdım. Burada ikisi qaldı, burada biri qaldı, burada heç nə qalmadı. Kvadrat görürəmsə, 16-nı nəyin kvadratı yazaram? 4. Deməli, t üstə gəl 4-ün kvadrat üstüdür. Belə saxlaya da bilərsiniz və ya orada variant verilirsə, biz nəyə t dedik uşaqlar? Sarılara baxın, B üstü n-ə. Yəni t-lərin yerinə qaytarıb B üstü n-i qoya bilərsiniz ki, variantda bu şəkildə görəsiniz. Bildinizmi? Yəni bu şəkildə vuruqlara ayırdıq. 7-ci qayda. Ümumiyyətlə bütün ifadələr vuruqlara ayrılmır. Hansı ifadə vuruqlara ayrılır? Diskriminantı ya 0 olsun, ya da müsbət olsun. Yaxşı. Ya 0 olsun, ya da müsbət olanda vuruqlara ayrılır. Diskriminant mənfi olduqda vuruqlara ayrılmır. Uşaqlar, axı kökləri tapanda diskriminantdan kök almıram. Mənfi ifadədən də axı kök çıxmır. Kökün içində mənfi görə bilmərik axı. Ona görə də vuruqlara ayrılmır. Bildiniz? Köklə vuruğun əlaqə düsturu var axı. 9-cu qayda baxın, köklə vuruğun əlaqə düsturudur. Yəni mütləq kökümüz olmalıdır ki, vuruğumuz olsun. Diskriminant da mənfi olanda kök olmur axı. O kök olmalıdır ki, sonra vuruq olsun. Diskriminant mənfi olanda kök olmur. Kök olmadığına görə də vuruq olmur. Belə. Yəni həqiqi kök olmur. Həqiqi kök olmadığına görə həqiqi vuruq olmur. Əslində kompleks kök olur. Hardasa bir müddət sonra keçəcəyik onda. Deməli 9-cu qaydanı gəlin biraz xırdalayaq. Məsələn, diskriminantı tapdım müsbət, kökün birini tapdım 3. İndi vuruğu necə taparıq? Hər bir şey diskriminantdan asılıdır. Diskriminantdan kökü tapıram. Kökdən vuruğu necə tapıram? Sadəcə, məsələn, kökümüz 3-dürsə, vuruğumuz x çıx 3-dür. Yadda saxlayın. Kök 7-dirsə, vuruğumuz x çıx 7-dir. Kökümüz 4-dürsə, vuruğumuz x çıx 4-dür. Anladınız mı? Bir də bunu unudun, tamamilə fərqli yöndən də. Məsələn, ifadənin vuruqlarından birini verib 5 çıx x. Deyir, kökünü tap. Biz bilirik ki, kök nəyisə sıfıra çevirən bir şeydir. Siz vuruğu sıfıra çevirin. Kökümüz neçə oldu? 5. Yəni, sizə kökü tap deyəndə həmin ifadəni sıfıra çevirməlisiniz ki, kökü tapasınız. Qaydalar bu qədər. İndi danışaq sizə topludan. Amma çox vacib bir qayda var. Çox vacib bir qayda var. Onu demək istəyirəm. Belə bir ifadə düşüb. Bu OTK sınağında var idi. 20 testin içində var idi. X üstü 4. Üstə gəl x-in kubu. Çıx 11x-in kvadratı. Çıx 9x. Üstə gəl 18. Məsələn, belə bir ifadə verib. Deyir, bunun köklərini tap və ya vuruqları ayır. Heç nə verməyib, heç nə vermədiyi halda kökü və ya vuruğu tapmağı öyrədirəm. Çox maraqlı bir şeydir. Bilirsiniz, nə edirsiniz? Sərbəst həddin natural bölənlərini yazırsınız. Sırf natural yox, bütün bölənləri. Biz demişdik, ədədlər
Bütün ədədlər nəyə bölünür? 1-ə. 18 nəyə bölünür? 1-ə, 2-yə, 3-ə bölünür. 4-ə bölünmür. 5-ə bölünmür. 6-ya, 9-a, bir də 18-ə. Axı tam bölən dedik. Ona görə müsbət mənfi, müsbət mənfi, müsbət mənfi, müsbət mənfi, müsbət mənfi, müsbət mənfi. Deməli uşaqlar, sizə heç bir şey verilmədikdə bilməlisiniz ki, ifadənin köklərindən biri mütləq onun sərbəst həddinin bölənlərindən biridir. Yəni bir-bir oturub yoxlamalıyıq ki, bunlardan hansı bu ifadəni sıfıra çevirir. Məsələn, x-in yerinə 1 qoyaq. Görək ifadə sıfıra çevriləcəkmi? Axı kök sıfıra çevirməlidir. Görək kök ifadəni sıfıra çevirəcəkmi? Bir-bir yoxlayırıq, bu şəkildə tapırıq. Yəni başqa bu şəkildə verilən tənliyin kökünü tapmaq üçün sərbəst həddi vuruqlara ayırmaq lazımdır. X-a 1 verəndə 1 üstü 4, 1-in kubu, çıx 11 vur 1-in kvadratı, çıx 9 vur 1, üstə gəl 18. 1 üstə gəl 1, 2, 2-dən 11-i çıxanda mənfi 9, mənfi 9-dan 9-u çıxanda mənfi 18, mənfi 18-in üstünə 18 gəndə 0. Deməli, həqiqətən köklərdən biri 1-dir. Mən də demişdim ki, kökü biliriksə vuruğu tapa bilərik. Yəni, vuruğumuzun biri x çıx 1-dir. Yəni, bu şəkildə davam eləyəcəksiniz. Anladınız mı? Yəni, sonra mənfi 1-i yoxlayasınız. Sıfıra çevirirsə kökdür, çevirmirsə kök deyil. Sonra müsbət 2-ni yoxlayasınız. Sıfıra çevirirsə kökdür, çevirmirsə yox. Mənfi 2-ni yoxlayasınız. İfadəni sıfıra çevirsə kökdür, çevirməsə yox. Mənfi 3-ü belə bir-bir yoxlayırsınız və cavabı tapırsınız. Uşaqlar, üstü 4-dürsə, 4 kök olma ehtimalı var. Yaxşımı? Kvadratik tənliyin 2 kökü olur, kub tənliyin 3 kökü olur. Üstü 4-dürsə 4 kökü olma ehtimalı var. Yəni, ən azı orada x bərabərdir 4 dənə bir şey tapa bilərsiniz. Eyni olma ehtimalı da var, ona görə deyirəm. Yəni, bəzən olur ki, kvadrat tənliyin 2 dənə eyni kök olur. Ona görə burada minimum, yəni siz 4 dənə bir ədəd tapmalısınız. Eyni ola da bilər, fərqli ola da bilər. Başqa, keçək toplayaq. Baxaq, birinci sual. 2 dənə bölmə keçəcəm, uşaqlar. Bir müxtəsər vurma vasitəsilə vuruqları ayırmaq. Bir də ümumiyyətlə başqa yollarla. Yəni, öyrətdirməyə çarpaz yolla, ortaq vuruq önə çıxarmaqla və s. Birinci müxtəsər vurma ilə baxaq. Görürük ki, x-in kubu çıx 27. 27 nəyin kubudur? Demişdim axı, dərəcələri eyni dərəcəyə gətirməliyəm. 3-ün kubudur. Yəni, kub görürəmsə uşaqlar. Burada da 27-ni də silib nə yazacağım? 3-ün kubu yazacağım. Yazıram. X-in kubu çıx 3-ün kubu. Bizə demişdik ki, kub görürüksə 2 dənə mötərizə açırıq. Biri balaca, biri böyük. Bura özünü yazıram. Bura kvadratını yazıram. Daha bura çıx yazdımsa, bura üstə gəlini yazıram da. Kvadratı, 3-ün kvadratı 9. Aha, bizə verib x çıx 3-ü, amma a-nı soruşur. A deməli budur da. X çıx 3-ü verib, a-nı soruşur. Onda a budur. Görün, harada var? X-in kvadratı 3x üstə gəl 9 a variantında. Baxaq 3-cü suala. Uzaqdan baxırsınız özdə. İnşallah ki, aydın görünür. Deməli, uşaqlar, 2 dənə ifadənin kvadratlarını bir-birindən çıxanda nə edirik? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Gəlin, düsturu yazım. A kvadrat çıxılsın B kvadrat. Müxtəsər vurma düsturunda nə edirəm? Bir dəfə çıxıram, bir dəfə toplayıram. İndi x üstə gəl y, çıx z-in kvadratından. X çıx y, üstə gəl z-in kvadratını çıxanda, bu gördüklərimi bir dəfə çıxacam, baxın. Birincini olduğu kimi həmişə köçürürəm. Bir dəfə çıxıram bu ikinci ifadəni. Şuralar çıxanda işarələr dəyişir. Bax, çıx x olur, üstə gəl y olur, çıx z olur. İşarə dəyişir. Bir dəfə də toplayıram. Yenə birincini olduğu tərzi saxlayıram. Uşaqlar, birinci budur, ikinci budur. Birincini olduğu tərzi saxlayıram. İkincinin üstünə gəlirəm. Üstə gələndə işarə dəyişmir. Baxın, olduğu kimi müsbət x, mənfi y, müsbət z. İndi gəlin hesablayaq. Qırmızı ilə göstərəcəm. X-dan x-i çıxanda ixtisar getdi. Y-lə y-i toplayanda 2y, mənfi z-lə mənfi z. Mənfini önə çıxarsam 2 dənə z olurmu? Sonra uşaqlar, y-lə mənfi y, əks ədədlərin cəmi 0-dır. Z-lə mənfi z cəmi 0-dır. X-lə x-i toplayanda 2x. Uşaqlar, buradan işini ortaq çıxarsam, y çıx z qalırmı? Vur 2x. 2 vur 2 eləyir 4.
4 vurulsun, y çıx z vur x. Görün hansı variantdadır? 4x, y çıx z elə A variantındadır. Baxırıq 5-ci suala. Hə. Uşaqlar ayrı-ayrı kubları açacağam, həll eləyəcəm. Yəni birlikdə açmayan, bütöv düstur kimi baxmayın. Bir dəfə bunu kuba qaldırın, bir dəfə də bunu. Çünki kuba qaldırmaq rahatdır da, bilirik. X çıx 1-in kub düsturu. Nə idi? Birincinin kubu çıxılsın 3 vurulsun. Birincinin kvadratı vur ikincinin özü. Üstə gəl 3 vurulsun. Birincinin özü vur ikincinin kvadratı çıxılsın sonuncunun kubu. İndi yazaq da. Oldu x kub çıx 3x-in kvadratı. Üstə gəl 3x. 1-in kubu onsuz 1-dir. Birincini açdım budur. İndi ikincini açıram uşaqlar. X üstə gəl 1-in kub düsturu. Nə idi? Birincinin kubu üstə gəl 3 vur. Birincinin kvadratı vur ikincinin özü. Üstə gəl 3 vur. Birincinin özü vur ikincinin kvadratı. Üstə gəl sonuncunun kubu. Alındı x-in kubu. Üstə gəl 3x-in kvadratı. Üstə gəl 3x. Üstə gəl 1. İndi bizə nə deyir? Ortada çıx işarəsi qoyub çıxaq da bundan bunu çıxaq. Çıxanda eyni şeylər ixtisar gedirmi? Mənfi 3x-in kvadratından 3x-in kvadratını çıxanda edirmi? Mənfi 6x-in kvadratı. 3x-dan 3x-i çıxanda 0. Mənfi 1-dən 1-i çıxanda mənfi 2. Aha, uzaqdan baxırsınız. Bu mənfilər ortaqdırmı? Mənfini çıxartdım ortaq. Burada 2-lər ortaqdırmı? 2-ni çıxartdım. Nə qaldı? 6-dan 2-sini çıxartdım, qaldı 3. Bir də x-in kvadratı. Burada da mənfi 2-ni elə çıxarmışam, yerində 1 qalıb. Görün hardadır? Mənfi 2, bir də 3x-in kvadratı üstə gəl 1. C variantı. 7-ci suala baxın. Bayaq belə bir şey demişdim. Misalda b üstü n görürüksə, hər şeyi b üstü n-ə gətiririk. İndi burada x üstü n görürəm. Bax, hər şeyi x üstü n-ə gətirəcəm də. Sizin görməyiniz, daha rahat görməyiniz üçün birinci sadələşdirəcəm. Amma sonra ilin axırına yaxın ümumi sınaqlar işləyəndə sadələşdirmədən də inşallah görərsiniz. Bunu nə yazıram? X üstü n-in kvadratı. Dedim axı x üstü n-ə gətirməliyəm. Buna 3 üstü n vurulsun x üstü n. Bunu nə yazıram? 3 üstü n-in kvadratı. Mütləq n-ə gətirməliyəm. Vurulsun x üstü n çıx 3 üstü n. Gəlin mötərizəni yazaq ki, çaşmayasınız. Bu mötərizənin içindədir. Vurulsun. Sonuncu mötərizəni elə olduğu tərzə köçürək. Görəsiniz niyə. Aha, uşaqlar, bir balaca mötərizə, bir böyük mötərizə. Özdə balaca mötərizə a çıx b-dir. Böyük mötərizə də a kvadrat üstə gəl ab üstə gəl b kvadratdır. Nəyin düsturudur? Baxın, yerində də. Deməli, bu nəyin düsturudur? Uşaqlar, kubun düsturudur. Ümumiyyətlə, bir balaca, bir böyük mötərizə kubun düsturudur. Kubun düsturunu da açanda həmişə kiçik mötərizəyə baxıram. Bunu kuba qaldırıram. Yazıram x üstü n-in kubu çıx 3 üstü n-in kubu. Və sonuncu ifadəni də yanına yazıram. X üstü 3n üstə gəl 3 üstü 3n. Uşaqlar, üst-üstə dərəcələr vurulur. X üstündə 3n. Bu da üst-üstə dərəcələr vurulur. 3 üstündə 3n. Vurulsun yanındakı ifadə. A çıx b-ni A üstə gəl b-yə vuranda hansı müxtəsər vurma düsturu idi? Baxın, A çıx b-ni A üstə gəl b-yə vuranda eləyir a kvadrat çıx b kvadrat. Həmişə də çıxın içinə baxıram. Heç vaxt üstə gəlin içinə baxmıram. Heç nə, bu gördüyünüz kvadratlara qaldıracağıq. X üstü 3n-in kvadratı çıxılsın 3 üstü 3n-in kvadratı. Üst-üstə dərəcələr vurulur. 3n-i 2-yə vuranda eləyir 6n. Burada da 3n-i 2-yə vuranda eləyir 6n. Görün hansı variantdadır? X üstündə 6n, 3 üstündə 6n. Y variantında. Əgər cavabda olmasaydı bu y, biz 3 üstü 6-nı da hesablayacaqdıq. Amma var idi də, elə belə də götürdüm. Olmasaydı hesablayardı. 10-cu sual. Diqqətli olun. Uşaqlar, baxan kimi hiss eləməlisiniz. Balaca mötərizə, böyük mötərizə. Nə düsturdur? Kub düsturu. Gəlin yazaq.
Özdə kub düsturunda balaca mötərizədən istifadə edirik də. Vəsiyo, x-in kubu nədir? X-in kubu. 2-nin kubu nədir? 8. Bildiniz? Həmişə balaca mötərizəyə uyğun açıram. Böyük mötərizədə də nəyin yazırdım? Kvadratını. X-in kvadratı hasili. Üstə gəl, 2-nin kvadratı neçə edir? 4. İndi görək, bəs bizə nə verib? Biz, yəni x çıx 2-dən, uşaqlar, kub düsturunu özümüz yazdıq. Yəni, toplum misalına baxmadan. Bəs indi toplum misalına baxaq, görək bizə nə verib. Belə bir ifadə verib, çıx 8 verib. Burada x çıx 2 verib. Burada x kvadrat, üstə gəl 2x. Bir də belə bir ifadə verib. K kvadrat, bir dəqiqə, yerim rahat deyil. K kvadrat çıx 6k, üstə gəl 12. Gəlin müqayisə edək. Uşaqlar, 2-nin kubu onsuz 8-dir. X çıx 2 onsuz x çıx 2-dir. Yəni, bunlar verilib. X-in kvadratı onsuz x-in kvadratıdır. 2x, 2x-dir. Biz nəyi bərabər eləməliyik? Deməli, bu verilən ifadəni 3-ə bərabər eləyəcəm. Gəlin yazım. Bir də nə? Bu verilən ifadəni 4-ə bərabər eləyəcəm. Və ikisini də ödəyən ədədi götürəcəm. Çünki dedim axı, kvadrat tənliyin 2 kökü olur. Amma bizdən hansı qiyməti 1-in istəyir? Gəlin, baxaq görək. 3-ü bu tərəfə keçirirəm. Nə alınır? K kvadrat çıx 3k. 5-dən 3-ü çıxanda qalır 2. Burada da k kvadrat çıx 6k. Uşaqlar, nəyə bərabər eləyirdik? 4-ə. 12-dən 4-ü çıxanda nə qalır? 8. Çarpaz yolla vuruqları ayıraq. Çarpaz yolla. Nəyi nəyə vuranda k-nın kvadratı eləyir? K-nı k-ya. Nəyi nəyə vuranda 2 eləyir? 2-ni 1-ə. Amma ortada mənfi iləndir deyə mənfi 2 ilə mənfi 1. Deməli, vuruqları tapdım ki, k çıx 2, k çıx 1. Biz də bilirik ki, sıfıra çevirən bir şey kökdür. Bunu 2 sıfıra çevirir, bunu da 1. Deməli, tapdıq kökləri 2 ilə 1. İndi bunu çarpaz yolla vuruqlara ayıraq. K vur k. 8-i nə vur, nə yazarıq? 4 vur 2. Amma burada mənfi 6-dır deyə qabağına mənfilər atıram. Deməli, vuruqlarımız k çıx 4 ilə, k çıx 2-dir. Aha, biz də bilirik ki, kök sıfıra çevirən bir şeydir. Bunu sıfıra çevirən bir şey 4-dür. Bunu sıfıra çevirən bir şey 2-dir. İndi uşaqlar, hər iki tənliyin ikisini də ödəyən kök. 2, 1, 4, 2. İkisini də ödəyən kök hansı oldu? 2. Bildiniz uşaqlar? İkisini də. Yəni, bu ifadəni 3-ə çevirən, bu ifadəni 4-ə çevirən bir şey oldu 2. Videonu dayandıraq. Aha, indi müxtəlif üsulların köməyi ilə vuruqları ayıraq. Burada ancaq müxtəsər vurma ilə ayırdıq. İndi amma müxtəlif üsullarla ayıracağıq. Məsələn, birinci sual. Təbii ki, kiçiyə ortaq vuruq çıxaracağıq. Baxın, görün. 5-in də 20-nin də içində 5 var. 5-i çıxartdım. M. İkisində də MN var. M-lə N-i çıxartdım. M-in 1-ini çıxartdım. 1-i içərdə qaldı. Burada da N-in 1-ini çıxartdım. N içərdə qaldı. 20-ni 5-ə böldüm, 4 içərdə qaldı. 5 M-in, M çıx 4-ün A variantı. Üçüncü sual. Aha, bayaq öyrətmişdim. Üçlü bir şey görəndə vuruqları hansı yolla ayırırıq? Çarpaz yolla. Baxın, görün. 3x-in kvadratı çıx 4x çıx 7. Birinci ilə üçüncünü vuruqlara ayırıram. Yazıram 3x vur x. 7-ni nə yaza bilərəm? Özə mənfi 7-ni. Mənfi 7-ni yaza bilərəm, mənfi 7 vur 1. Çünki uşaqlar, bu mənfi 4-dür. Mən mənfini böyüyün qabağına atıram. Həqiqətən vuraq yoxlayaq. 3x, bu da mənfi 7x. Həqiqətən də mənfi 4x eləyir, yəni ödənir. Ödənirsə, yan bayan gördüklərim vuruqdur. Yəni, vuruğun biri 3x çıx 7-dir. Vuruğun o birisi x üstə gəl 1-dir. Siz görün, harada var? C variantında. Dördüncü sual. Uzaqdan baxın, gəlin A-ları bir qruplaşdıraq. B də qıraqda qalsın da. Baxın, görün. 4A-nın kvadratı. Kvadrat görəmsə 1 həmişə həmin dərəcəni götürür. Kub görsəm 1-in üstünə kub yazıram. Kvadrat görsəm 1-in üstünə kvadrat yazıram. Bulanıq görünəndə deyinim. Sadəcə mən də baxmıram. Deməli, bu kvadrat düsturudur. Nəyin? 2A çıx 1-in kvadrat düsturudur. Çünki burada çıx var. Yazıram 4-üncüdə.
2a çıx 1-in kvadrat düsturu. Qıraqda da var idi, çıx 4b-nin kvadratı qalmışdı orada. Bu 2a çıx 1-in kvadratıdır. Bu da 2b-nin kvadratıdır. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda nə edirəm? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Yəni altından xətt çəkdiklərim uşaqlar. 2a çıx 1-dən. Bir dəfə 2b-ni çıxıram, bir dəfə də 2b-ni toplayıram. İndi diqqətlə əmsallara fikir verin. Görün harda belədir. 2a çıx 1 çıx 2b. Məsələn bu düzdür. 2a çıx 2b çıx 1. Bir də 2a çıx 1 üstə gəl 2b. 2a çıx 1 üstə gəl 2b. Deməli A variantı. Ardıcıllıq iminini yazdığımız tərzdə olmaya da bilər. Diqqətli olun. Baxırıq 5-ci və 6-cı suala. Hə, bu maraqlı sualdır. Biz bilirik ki, üstü 4-ü tapa bilmərik. Üstü 4-ü tapmaq üçün yazıram bunu kvadratın kvadratı. Yəni A üstü 4-ü yazıram. A kvadratının kvadratı. A kvadrat elə yerində qalır. Bir də yanındakının dərəcəsini alır. Yazıram 1-in kvadratı. Aha, biz kvadrat görürüksə, demək ki, kvadrat düsturundan açmalıyam da. Deməli, bu ifadə A kvadrat üstə gəl 1-in kvadrat düsturudur. Amma qıraqda bu düsturu atsam, axı A üstü 4 üstə gəl 2 dənə A kvadrat üstə gəl 1 eləyir. Amma bizdə misalda bir dənə A kvadratdır. Deməli, birini çıxmalıyam da. Baxın, 2 dənə A kvadratdır bizim düsturumuzda. Birini çıxıram ki, verilən ifadəmiz alınsın. Biz də bayaq dedik, nəyinsə kvadratından nəyinsə kvadratını çıxanda bu gördüklərimi bir dəfə çıxacam, bir dəfə toplayacam. A kvadrat üstə gəl 1-dən bir dəfə A-nı çıxacam, bir dəfə də bu A-nı toplayacam. Görün harada var? A kvadrat üstə gəl 1 çıx A, burada var. Bir də A kvadrat üstə gəl 1 üstə gəl A, burada var. Yəni A variantı. Baxırıq 6-cı suala. Gərək mütləq bura şey qoymayım. Kimsə falan tapşırım, idarə eləsin. Mən indi daş keçim, yoxsa burada cəmaatı blokluyum. Uşaqlar, gör nə edirsiniz orada? Özünüz əlinin orada. Siz əsas vəfəyə baxın, görün fokuslanıb tam. Hə. Deməli, heç nə variantı da tapdıq, A variantı. 6-cı sual. Burada deyir ki, vuruqları ayırın, amma ortaq bir şey görmürəm axı. Mən bunu necə vuruqları ayırım? Ona görə vurub açıram. X-in kvadratını Y-ə vururam. Bir də X-in kvadratını 1-ə vururam. Y-in kvadratını X-a vururam. Bir də mənfi Y-in kvadratını mənfi 1-ə vururam. Müsbət Y-in kvadrat eləyir. Deməli, uşaqlar, burada birinci ilə ikincini onsuz qruplaşdırıb və biz ortaq heç nə görmürük. Ona görə birinci ilə üçüncünü qruplaşdıraq. Buradan ortaq nə çıxarım? X-Y çıxarım. X-Y çıxartdım, X-in biri qaldı. X-Y çıxartdım, Y-in biri qaldı. Və qıraqda görürəm ki, mənfi var. Mənfini çıxarıram. X-in kvadratı çıx, Y-in kvadratı. X-Y vurulsun. X çıx, Y çıxılsın. Uşaqlar, A kvadrat çıx, B kvadrat. Bir dəfə çıxıram, bir dəfə toplayıram. İndi uzaqdan baxanda ortaq vuruq görürəm. X çıx, Y-lər ortaqdır. Ortağı çıxartdım. Nə qaldı? X-Y çıx. X üstə gəl Y. Görün hansı variantdadır? X çıx, Y. X-Y çıx, X üstə gəl Y. B variantındadır. Uşaqlar, hamısı çıxdı. Biz sadəcə fikrimiz çıx X, çıx Y. Yaxşı, diqqətli olun. Və cavab D variantıdır. Salam Rəşid.
Hə, Rəşid, kimsə burada şey eləməliyəm, eynən. Çünki mənasız yazırlar. Bir dənə videonu burada dayandırım. Dərsdə olanda uşaqlarım idarə eləyir. Aha. Baxırıq 9-cu suala. Hə. Misala baxın. 36b-nin kvadratı və 4ax. Deməli, a ilə x-i nəsə əlaqələndirməliyəm ki, burada ax var da. Gəlin yazaq. 36b-nin kvadratını burada saxlayıram. Çıx işarəsini çöldə qaldı. Yəni, ortaq vuruq olaraq çıxı çıxartdım. Nə qaldı? Müsbət 4ax, müsbət a-nın kvadratı, bir də müsbət 4x-in kvadratı. Bu nəyin kvadratıdır? 6b-nin kvadrat düsturudur. Bu nəyin kvadratıdır? A üstə gəl 2x-in kvadrat düsturudur. Mən də sizə nə demişdim? Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. Ona görə indi 6b-dən bir dəfə çıxacam. Gözləyin, böyük nöqtə. 6b-dən bir dəfə çıxacam bunu. Çıxanda işarə dəyişir. Çıx a, çıx 2x. Bir dəfə də uşaqlar 6b ilə o verilən ifadəni toplayacam. 6b üstə gəl a, üstə gəl 2x. İndi görün hansı variantdadır. 6b çıx 2x çıx a, 6b üstə gəl a, üstə gəl 2x a variantı. Diqqətli olun. Baxaq 16-cı suala. İkili cəm görəndə demişdim də, a kvadrat üstə gəl b kvadrat düsturudur. A kvadrat üstə gəl b kvadratı neynirdim? Ümumi cəmin kvadratından 2ab-ni çıxırdım. Gəlin yazaq. Bu 64 nəyin kvadratıdır? 8-in. A üstü 4 nəyin kvadratıdır? A-nın kvadratının. 81 nəyin kvadratıdır? 9-un. Neynirdik? Ümumi kvadratdan. Yəni 8a-nın kvadratı üstə gəl 9-un ümumi kvadratından çıxıram bu ikisinin hasilini. Bu ikisinin hasilini. Görək nə alındı? Alındı 8a-nın kvadratı üstə gəl 9-un ümumi kvadratından çıxıram. 2 vur 8, 16. 16 vur 9, 144. 144 a-nın kvadratı. İndi 144 a-nın kvadratı nəyin kvadratıdır? 12 a-nın. Bizə dedik ki, nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda bir dəfə içlərini çıxıram, bir dəfə də toplayıram. Gəlin bir dəfə çıxaq. 8a kvadrat üstə gəl 9-dan. Bir dəfə 12a-nı çıxıram, bir dəfə də 12a-nı toplayıram. Görün hansı variantdadır? C variantı. Əslində məğzi tutsaz, Rəşid, müxtəsər vurma düsturlarını bilsən, əslində sadədir. Çətin bir şey deyil. İndi baxaq. 18-ci sual çox maraqlı sualdır. Hocam maraqlı suallar gəlir. Vuruğun biri deyir ki, 2x üstə gəl 1-dir. M-i tapın. Biz bilirik ki, vuruğu sıfıra çevirən bir şey kökdür. Gəlin vuruğu sıfıra çevirək. 2x bərabər olur -1-ə. -1-i 2-yə böləndə eləyir -1/2, yəni -0.5. Hansını istəyirsiniz yaza bilərsiniz. -2/1 və ya -0.5. Biz də bilirik ki, kök neynir? Baxın, kök neynir? İfadəni sıfıra çevirir. Gətirib kökü qoyub yerini ifadəni sıfıra çevirəcəm. X-ların yerinə tapdığım ədədi qoyub sıfıra çevirəcəm. Yazıram 2 vurulsun. X-i neçə tapdım? -2/1. Gətirib qoyuram yerinə -2/1. Bütün X-ların yerinə -2/1 qoyuram. Çünki -2/1 tapmışam. Bizə dedik kök ifadəni nə eləyir? Sıfıra çevirilir. Ona görə sıfıra bərabər eləyirəm. Uşaqlar, kvadrat mənfini udur. 2/1-in kvadratı 4/1. 6 vur 1, 6, 6-nı 2-yə böləndə 3. Üstə gəl m bərabərdir 0. İxtisar gedir, burada 2 qalır. 1-i 2-yə böləndə 0.5. Çıx 3 üstə gəl m bərabərdir 0. Uşaqlar, m-i tapmaq istəyirəmsə, m-i burada saxlayıram, qalan hər bir şeyi o biri tərəfə atıram. -3 o yana keçirəndə -3 olur. 0.5 o yana keçirəndə -0.5 olur. 3-dən 0.5-i çıxanda 2.5 qalır. Bizdən də bunu istəyir. M-i tapın 2.5. Diqqətli olun. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.5. 2.5 - 2.5 = 2.
Sən 8-9-da Rəşidonda getməliydin də hazırlığa. Bəlkə də getmisən, amma diqqətli yanaşmamısan. Çünki toplama, çıxma, vurma, bölmə orada dolmalıydı. Boşluq 8-9-a qədər tam dolmalıdır ki, 10-11 biz artıq düsturdan irəli gedirik. Baxırıq. 22-ci sual, maraqlı sualdır. Bizə deyir ki, vuruqlara ayrılışı budur. Çoxhədli budur, vuruğun biri budur. Budaqlı bölməni sizə bayaq öyrətdim. Çoxhədlini vuruğun birinə, yəni A kub üstə gəl 3-ə böləndə vuruğun o birisi alınır. Gəlin bölək. Birincini birinciyə bölürəm. A üstü 6-nı A-nın kubuna bölürəm. Böləndə üstlər çıxılır. 6-dan 3 çıxın, 3. Qaldı A-nın kubu. Böləndə uşaqlar geri vurum görüm nə qaldı. A-nın kubunu A-nın kubuna vuranda A üstü 6. A-nın kubunu 3-ə vuranda 3 dənə A-nın kubu. Eynilər ixtisar gedir. Mənfi 5 A-nın kubundan çıxıram 3 A-nın kubunu. Sizə demişdim, çıx, ortağa çıxı çıxardım. 5 A-nın kubundan 3 A-nın kubu edir 8 A-nın kubu. Alındı mənfi 8 A-nın kubu. Yuxarıdakını aşağı sürüşdürürəm. Mənfi 24. Yenə birincini birinciyə bölürəm. Mənfi 8 A-nın kubunu A-nın kubuna bölürəm. A-nın kubları ixtisar gedir, qalır mənfi 8. Geri vururam. Mənfi 8 A-nın kubuna vururam. Mənfi 8 A-nın kubu. Mənfi 8 3-ə vururam. Mənfi 24. Sıfır alıramsa dayanıram. Deməli uşaqlar, vuruğun digərində tapdım. A kub çıx 8. Bizdən amma belə 2 dənə bir vuruq verib və B-ni istəyir. Biz tapdıq ki, A kub çıx 8. Və demişəm ki, ədəd yanındakının dərəcəsini götürür. 8 nəyin kubudur? 2-nin kubudur. A kub çıx B kubunda düsturunu bilirsiniz. Bir dənə balaca mötərizə, bir dənə böyük mötərizə. Bir dəfə çıxıram. Bir dəfə də kvadrata qaldırıram. A kvadrat üstə gəl 2A, üstə gəl 4. Bizə də uşaqlar A çıx 2-ni verib, yanındakini soruşur. Deməli, yanındakı B-dir. B çoxhədlisinin əmsallarının cəmini istəyir. Bizə demişik ki, əmsal cəmi istəyəndə qayda nə idi? Bütün dəyişənlərə 1 ver. Bütün dəyişənlərə 1 verməliyik. A-ya da 1 verirəm. Buradan A-lar da ancaq. A-ya yenə 1 verirəm. 1-in kvadratı 1, 2-ni 1-ə vuranda 2, 4 də 4-dür. 1 üstə gəl 2, üstə gəl 4, eləyir 7. Yəni uşaqlar, B çoxhədlisindəki əmsalların cəmini tapanda bütün A-lara 1 verdik. Hesabladıq ki, cavab 7 olur. 26-ya baxaq, az qalıb. 2-3 dənə sualımız qalıb. 26-nın birincisinə baxın. Bildim. İndi 26-nın birincisinə baxaq. Deyir ki, nə vaxt vuruqlara ayrılır, nə vaxt ayrılmır. Biz də belə bir qayda demişdik. Diskriminant sıfırdan böyük və ya bərabər olanda ayrılır. Diskriminant sıfırdan kiçik olanda ayrılmır. Gəl elə birincini tapaq. Bura baxın, görün. Birinci əmsal A-dır, ikinci əmsal B-dir, üçüncü əmsal C-dir. Yəni A, B, C. Diskriminantın da düsturu nə idi? B kvadrat çıxılsın 4AC. B M-dir, M-in kvadratı. A 1-dir, C də 4-dür. M kvadrat çıx 16 böyük bərabərdir 0-dan. Dedim ya, ədəd yanındakının dərəcəsini götürür. 16 nəyin kvadratıdır? 4-ün. Biz də kvadrat düsturunda bilirik ki, A kvadrat çıx B kvadrat nədir? Bir dəfə çıxıram. Uşaqlar 4-dür deyə 4-ü çıxıram. Bir dəfə çıxıram, bir dəfə toplayıram. Aha, kökləri tapaq. Bərabərsizlik əldə eləməyi bərabərsizlik dərsində öyrədəcəm, amma burada da baxın. Köklərimiz neçədir? 4 ilə -4. Ədəd oxunda birinci kiçik kökü, sonra böyük kökü qeyd edirəm. M müsbətlə başlayır deyə müsbətlə başlayıram. Müsbət, mənfi, müsbət. Mənə vuruqlara ayrılır deyir. Yəni 0-dan böyük bərabər. 0-dan böyük olan hissələr, yəni müsbət olan hissələr görün haradır? Gözlüyün sarı görünmür.
qırmızı ilə göstərəcəm. 0-dan böyük, yəni müsbət olan hissələr haradır? 4-dən böyük, bir də -4-dən kiçik. 4-dən böyük ədədlər 4-dən müsbət sonsuzluğa olan ədədlərdir. -4-dən kiçik ədədlər -4-dən sonsuzluğa qədər olan ədədlərdir. Bu hissədə ayrılır. Gəlin baxaq. Aha, deməli 1-ə getdi Y. Uşaqlar, biz axı dedik ki, bu hissədə ayrılır, amma mənfi olan qara ilə göstərirəm. Mənfi olan hissədə ayrılmır. Deməli, bu olan hissədə də ayrılmır da. -4-dən 4-ə qədər də ayrılmır. O hardadır? C variantında. Anladınız? Mənfi olan hissə ayrılmır. Yəni, -4-dən 4-ə qədər ayrılmır. Amma müsbət olan hissələr ayrılır. Baxaq 32-ci sual. Euler-Venn diaqramı. Aha. Bizə deyir ki, A çoxluğu x üstə x çıx 5-in kvadratı çıx 9-dur. 9-u nə yazaram? 3-ün kvadratı yazaram. A kvadrat çıx B kvadratından bir dəfə 3-ü çıxaram. Bir dəfə 3-ü toplayaram. O da alınır nə? X çıx 8, x çıx 2. Birincinin vuruqlarını tapdım. X çıx 8-dən x çıx 2-dir. İndi B-nin vuruqlarını tapaq. Deyir, B-də budur. B-ni köçürək. X-in kubu çıx 5x-in kvadratı üstəgəl 6x. Ortaq x-ları çıxarıram mı? X-ları çıxaranda nə qalır? X-in kvadratı çıx 5x üstəgəl 6. Aha. Çarpaz yolla vuruqları ayırma öyrətmişdim sizə. X-in kvadratı nədir? X vur x-dir. 6 nədir? 3 vur 2-dir. Gözlüyün bu x-i silin, fikriniz qarışmasın. Bizə -5 lazımdır deyə bunların qabağına mənfi yazıram. Yəni vuruqlardan biri x çıx 3-dür, o birisi x çıx 2-dir. Aha, yazım. Birinci vuruğumuz x idi. İndi parçaladıqca x çıx 3 ilə x çıx 2-dir. Belə. Bu da B çoxədlisinin vuruqları oldu. İndi C çoxədlisini yazım. X kvadrat çıx 9. 9-u yazaram 3-ün kvadratı. Bir dəfə çıxaram, bir dəfə toplayaram. Bu da oldu C-nin vuruqları. İndi deyir ki, bunu Euler-Venn diaqramında göstərin. Elə bəlkə Euler-Vennin üstü solda göstərim. Sol tərəfi görürsünüz. Sol tərəfə baxın, solda göstərəcəm. Uşaqlar, A ilə B-də ortaq nə görürəm? Bir də göstərim. Bu A ilə, istəyirsiniz tam göstərim. Bu A ilə B-də ortaq nə görürəm? X çıx 2. X çıx 2-ni ortaq gördüm. Və ortağı yazıram A ilə B-nin düz ortasına. X çıx 2. Və yazdığıma görə bunu artıq silə bilərəm. Gəlin x çıx 2-ni silim. Çünki bunu yazdım. İndi baxıram B ilə C-nin ortasına görüm nə yaza bilərəm. B ilə C-də görün ortaq nə görürsünüz. Ortaq görürəm x çıx 3-ləri. Baxın uşaqlar, x çıx 3. Burada yazıram x çıx 3. X çıx 3-ü yazdığıma görə də silə bilərəm. C-də nə qaldı? C-də qaldı x üstəgəl 3. Buraya yazıram x üstəgəl 3. B-də nə qaldı? Bir dənə x. Buraya yazıram bir dənə x. A-da nə qaldı? X çıx 8. Burada yazıram x çıx 8. Beləcə Euler-Venn diaqramı dolur. Amma birinci hardan başladım? Kəsişmələrdən. Bildiniz? Birinci kəsişmələri dolduram. Sonra boş qalanları bir-bir yığıram yerinə. Baxaq 34. 34. Diaqram oxumağı bacarıram. Sadə bir şeydir, amma artırıblar sualların sayını, şəkilli sualların sayını. X üstündə A. A görün neçədə dayanıb? 5-də. X üstü 5. B üstü C. Görün B harda dayanıb? 8-də. C harda dayanıb? 2-də. 8 üstü 2. Vurulsun X üstü D. D harda dayanıb? 2-də. D-nin kvadratı. Deməli, bu oldu X üstü 5. 8-in kvadratı oldu 64. Bu da x-in kvadratı. Vuruqlara ayrın deyil. Uşaqlar, ortaq nə görürəm? X-lar. X-in ikisini çıxartdım. Qaldı x-dan 3 dənəsi. X-in ikisini çıxarmışam. Nə qalıb? 64. Və sizə bayaqdan belə bir qayda deyirəm. Ədəd yanındakının dərəcəsini alır. 64 nəyin kubudur? 4-ün kubudur. Aha, kub düsturundan indi açıram.
A kub üstəgəl B kub. 2 dənə mötərizə açmalıyam. Bir balaca, bir də böyük mötərizə. Burada elə olduğunu yazıram. Burada da kvadratını yazıram. 4-ün kvadratı 16. Bildiniz mi uşaqlar? Burada A üstəgəl B, burada A kvadrat çıx AB üstəgəl B kvadrat. Bizə də deyir vuruqları ayırın, ayırdıq. Tam da belə saxlayırsınız. 36. 2 dənə sualımız qaldı. 36 ilə 40. 36 sadə bir şeydir. Deyir A çoxluğu. A çoxluğu uşaqlar A yumrusu sayılır. Gəlin A yumrusuna baxaq. A yumrusu və ya A çoxluğu x çıx 3-lə x üstəgəl 1-dən ibarətdir. Biz vuruqdursa vurmalıyıq da uşaqlar. Vuruqları niyə bölüm ki? Vuruqdursa vurmalıyam. Uşaqlar, x-i x-a vuranda x-in kvadratı eləyir. X-i 1-ə vuranda 1x eləyir. Mənfi 3-ü x-a vuranda mənfi 3x eləyir. Mənfi 3-ü 1-ə vuranda mənfi 3 eləyir. Gəl sadələşdirək. Alında x-in kvadratı, x-dan 3x-i çıxanda mənfi 2x, çıx 3. Deməli, A çoxluğunu aldım bu. Mənə verib ki, amma A çoxluğu x-in kvadratı üstə gəl bx. Belə görünür də, mənfi 2-dirsə, amma mən bunu videoda izah edirəm. Videodakilər görməyəcək. Uşaqlar, bunu YouTube-a da yerləşdirirəm. YouTube-dakilər üçün də ayrı izah eləməliyəm. Aha, burada B neçədir? Mənfi 2-dir. C neçədir? Mənfi 3-dür. Yəni, tapdım ki, B mənfi 2-dir. C mənfi 3-dür. İndi ikinci, B yumrusunu başqa rənglə göstərim. Buna. B yumrusu nələrdən ibarətdir? Yəni, B çoxluğu nələrdən ibarətdir? X üstəgəl 1 ilə x üstəgəl 8-dən. Vuruqdursa vurmalıyam da. X-i x-a vururam x-in kvadratı. X-i 8-ə vururam 8x. 1-i x-a vururam 1x. 1-i 8-ə vururam 8. Yenə sadələşdirirəm. X-in kvadratı. 8x-in üstünə x gələndə 9 dənə x üstəgəl 8. Amma bizə belə bir ifadə verib. Verib ki, x-in kvadratı üstəgəl mx üstəgəl n. Onda nədir ki, görünür də? M 9-dur, n 8-dir. Bizə də deyir ki, B vur M. Gəlin yazaq qırmızı ilə. B vur M üstəgəl C vur n. Şurada yazın da. B-miz mənfi 2-dir, M-imiz 9-dur. C-miz mənfi 3-dür, N-imiz 8-dir. Mənfi 2-ni 9-a vuranda mənfi 18. Mənfi 3-ü 8-ə vuranda mənfi 24. Mənfiləri həmişə demişəm, önə çıxarın. Mənfiləri çıxaranda müsbət qalırmı? 18 ilə 24 42 eləyir. Cavab olur mənfi 42. Gözləyin, görünən yerdə yazın. Cavab oldu mənfi 42. İndi yazaq sonuncu sualımızı. Bu, buraxılışa da düşmüşdü. Bloku xatırlamıram, amma buraxılışa %100 düşmüş sualdır da. 40-cı suala baxın. Çox da sadə sual idi. Qeyri-adi görünür, elə bilirsiniz ki, çətindir. Hə, salam, Sonya, necəsiz? Dərs keçəndə normalda baxmıram, təsadüfən gördüm. Bu 11-lərin izahıdır. Elə YouTube-a yerləşdirəm, dedim, burada da canlansın. Siz də yorulmayasınız. Belə, uşaqlar, sonuncu suala baxın, 40-cını izah edirəm. Deyir ki, ümumi sahə. Baxın, görün, ümumi sahə nədir? S2. Ümumi sahə deyir, budur. Qırmızı ilə göstərim ki, daha aydın görəsiniz. 2x-in kvadratı üstəgəl 7x üstəgəl 3. Amma bu soldakı sahə deyir, x-in kvadratı üstəgəl 7x üstəgəl 12-dir. Uşaqlar, sağı tapmaq üçün. Elə bil ki, mənim ümumi pulum var, sol cibimdəki pulu bilirəm. Sağ cibimdəki pulu tapmaq üçün çıxmalıyam. Gəlin, baxın. Ümumi sahədən soldakini çıxacam, qalacaq sağdakı. Bildiniz, gəlin sağdakını tapaq. Ümumidən çıxıram soldakini, yəni x-in kvadratı üstəgəl 7x üstəgəl 12-ni çıxıram. 2x-in kvadratından bir dənə x-in kvadratını çıxanda 1-i qaldı. 7x-dan 7x-i çıxanda ixtisar getdi. 3-dən 12-ni çıxanda mənfi 9 qaldı. Uşaqlar, bu ikincinin sahəsini tapdım ki, x kvadrat çıx 9-dur. Hə. Biz burada hansı fiquru görürük? Sarı ilə göstərim. Düz bucaqlı.
Düz bucaqlının sahəsi nə idi? N vur uzunluq. N-ini verib A, uzunluğunu verib x üstəgəl 3. Sahəni də verib də. N vur uzunluq bərabərdir sahə. 9-u uşaqlar nə yazarıq? 3-ün kvadratı yazarıq. Biz də bilirik ki, A kvadrat çıx B kvadrat nədir? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Bərabərin hər tərəfindən eyni olan ifadələr ixtisar gedir. A bərabər olur x çıx 3-ə. Bizdən elə onu istəyir. Deyir ki, uşaqlar, verilənlərə əsasən qalan hissənin n-ini, n nə idi? A. A-nı deyir x-dan ifadə edin. Düz ifadə elədikdə A bərabərdir nəyə? X çıx 3-ə. Cavab olur A bərabərdir x çıx 3. Bu qədər, uğurlar. Mütləq ciddi oxuyun, mütləq müxtəsər vurma düsturunu bilməlisiniz və mütləq şəkildə ortaq vuruğu önə çıxara bilməlisiniz, mənfiləri önə çıxarmağı bacarmalısınız. Bu qədər, uğurlar.